millət ki, 1000 illərdir bir ailəyə gözyaşı tökür, o böyük millətdir. Bir ailənin qəmini gətirib şəxsi qəm eləyib, Peyğəmbər ailəsinin qəmini, Hüseynin balalarının qəmini gətirib öz şəxsi qəminə, şəxsi matəminə çeviribsə, o böyük millətdir. Fəzilətli insanlara sayğı bir millətin fəzilət sahibi olmasının müqəddiməsidir. Bu böyük bir neymətdir. Bu məzhəbi dünyaya tanıtdıran xalq, Əhl-i Beyt məhəbbətini ən çox yaşadan millətlərdən biri bizi. Bizə bu kənardan gəlməyib. Əvvəldən bizim ürəyimizdə bu məhəbbət olur. ...60 gün Məhərrəm Səfər ayını bu xalq şadlığı özünə haram eləyib Peyğəmbərin ailəsinə görə. Bu böyük millətdir. Bu gör nə qədər fədakar millətdir, egoist millət deyil. Kimi üçünsə fədakarlığı bacaran bir millətdir. Doğrudan da 3 yaşlı uşağa ağlayan millət doğrudan da ağlaya bilirsə, mənasını başa düşərək matəm saxlayırsa, o millət cinayət eləməz. Doğrudan da başa düşərək əzadarlıq eləyirsə. Füzuli deyir, Mah-i Mühərrəm oldu, müsərrət həram edir. Matəm bugün şəriətə bir ehtiram edir. Deyir, Məhərrəm ayı gəldisə, şadlıq haramdır. Bugün matəm saxlamaq dinə ehtiramdır, hörmətdir, dinə, şəriətə hörmətdir. Hər zərrə əşk kim tökülür zikri al ilə, səyyare-i sipəhri uluvvi məqam edir. Deyir, bir damcı yaş da tökülürsə Əhl-i Beytin müsibətində, insanı ən uza zirvələrə qaldırır, ən uza məqamlara qaldırır. Hərmətdir,